Salam, biz bugün sizlərlə qəbul suallarından biri olan 77-ci suala baxacağıq. 77-ci sualımız Python-a bağlı olan bir sualdır və bizdən nə istəyir? Bu proqramın təyinatını tapmağımızı istəyir. Proqrama baxdığımız zaman bizə belə bir S dəyişəni verir və S dəyişənində inputdan istifadə olunur və biz də bilirik ki, input nədir? Sətir tipində bir elementi daxil etməliyik və biz misal üçün nə daxil edə bilərik? S bərabərdir. Dırnaqda salam sözünü bura daxil edə bilərik. Və proqrama baxdığımız zaman daha sonra S1 nədir? Boş sətir. I-yə baxdığımız zaman I isə len S. Len S də nə deməkdir? Burada olan nədir? Hərfləri sayır. Baxırıq ki, hərflərimizin sayı 5-dir. Deməli, 5 çıxılsın 1, I-nin qiyməti nə olur? 4 olur. Və dövrə baxdığımız zaman while-dan istifadə olunur. Və while-da burada I böyükdür, bərabərdir, 0 göstərir. Baxırıq ki, I-mizin də qiyməti nədir? 4. 4 sıfırdan böyükdür, bərabərdirmi? Deyirik, hə. Deməli, biz birinci dövrə daxil oluruq, S1-i hesablayırıq. S1-imiz bizim boş sətirdir. Üzərinə gəlir nə? S-I. Biz də bilirik ki, S-I nədir? 4-dür. Yəni, 4-də nə olur burada? İndekslə hesablanır da. Yəni, baxırıq ki, indeks nədir? 0, 1, 2, 3, 4. Dördüncü indeks nə oldu burada? Dördüncü indeks M oldu. Yəni, boş sətirinin üzərinə gəlir nəyi? M simvolunu. Daha sonra isə I bərabərdir. I çıxılsın 1 yazır. İ'miz sonuncu dəfə 4 olduğu üçün 4-dən 1 çıxdıqda 3 olur. Və Y-dən biz dövrə gedirik. Yəni dövrümüz olur yenə 3 böyükdür, bərabərdir 0 deyirik. Hə? Yəni S1-i hesablayırıq. Bu zaman isə S1-i yenə yazırıq M simvolunu və üzərinə gəlirik SI. Və SI də nədir burada? 3-dür, düzümü? Deməli, 3-cü indeks 3 olan simvol hansıdır? A-dır. Və M-in üzərinə gəlirik MA olur və daha sonra I-dən çıxırıq. I çıxılsın 1, bu da edir 2. Yəni, dövrü hesablayırıq. 2 böyükdür, bərabərdirmi 0-dan? Deyirik, hə, S1 bərabərdir. MA-nın üzərinə gəlir ikinci indeksi plus L və buradan da görünür ki, bizim yəni burada cavabımız nə olacaq? Tərsinə, yəni daxil edilən simvolu tərsinə olaraq çapa çıxarır. Yəni tərs ardıcılı sətr nə edir? Çapa çıxarır. Və daha sonra i-dən çıxırıq. I çıx 1, bu da edir nə? 1 qiymətini verir və 1 qiymətini verdiyi üçün 1 böyükdür, bərabərdir 0-dan deyirik, hə, S1 bərabərdir. M-A-lı yazıb üzərinə gəlirik nə? Yenədən burada A-nı gəlirik. Çünki birinci indeksimiz nədir burada? A-dır. Və daha sonra olur mala, dırnaqda və i-dən çıxırıq. 1 çıxılsın 1 edir 0 və 0 böyükdür, bərabərdir olduğu üçün yenə də biz dövrə daxil oluruq. S1 bərabərdir mala, üzərinə gəlirik nə? S hərfini və daha sonra olur nə? Malas. Deməli, i-dən də çıxırıq 0 çıxılsın 1, bu edir -1. -1-də isə nə olur? Dövrdən çıxmış olur və print nəyə çap etmiş olur? Print malas sözünü çap etmiş olur. Yəni, daxil edilən sətri tərs ardıcıllıqla nə etdi? Çap etdi. Yəni, burada da doğru variant C variantıdır.